Bir su nasosu hovuzu 5 saata doldurur. İkinci nasos isə 6 saata dolu hovuzu boşaldır. Nasosların ikisi də işləsə, hovuz nə qədər vaxtda dolar? Deməli, bir su nasosu hovuzu 5 saata doldurursa, demək 1 saatda hovuzun 5də 1-ni doldurmuş olar. Yəni 5də 1. İkinci isə 6 saata boşaldır. Demək 6da 1-ni. 1 saata 6da 1 hissəsini boşaltmış olar. Boşaldır dediyinə görə çıxım işarəsi yazırıq. Əgər doldurur desəydi, toplama işarəsi yazarıq. Bərabərdir 1 bölünsün x. Burada x hər iki nasosun nə qədər vaxtı doldurduğunu göstərir. Nə qədər vaxtı doldurduğunu göstərir. Buradan 5-dən 6 ortaq məxrəc 30-dur. 30-u 5-ə bölsək 6, 36-ya bölsək 5. 6-dan da 5 çıxar 1. Bərabərdir 1 bölünsün x-a. Yəni tənasüblə də həll eləsək görərik ki, buradan x 30-a bərabərdir. X bərabərdir 30.